Vaxtınız xeyir əziz tələbələr. Bu günləri sizə 7 dekabr tarixində Master School-da keçirilən quizin ingilis dili fənni üzrə test izahlarını verəcəm. İlk növbədə listening suallarından başlayırıq. Listening suallarını tam aydın başa düşmək üçün sol tərəfdə transkriptdə hər ehtimal açıq qoymuşam. Getdik birinci suala baxırıq. Birinci sualda bizdən düzünü istəyir. Deməli, A variantına baxırıq. John güya ki öz şəxsi məsələlərinə görə yoxdur. Halbuki Kiera burada bildirir ki, mən elə bilirdim ki, şəxsi məsələlərinə görə burada deyil. Halbuki şəxsi məsələlərindən əlaqəli bir şey deyil idi. Sadəcə bu onun mülahizəsi idi, bu onun düşüncəsidir. Amma belə bir şey yoxdur. B-yə baxırıq. Will Johndan güya ki çox yaxın olubdu, uzun illər işləyibmiş. Halbuki belə bir şey yoxdur. Will özü də qeyd eləyir ki, mən heç vaxt onunla direkt şəkildə işləməmişəm. C-yə baxırıq. Susan güya ki, proyekt ideyasına görə mükafat əldə edibdi, mükafat qazanıbdı. Halbuki belə bir şey yoxdur. Susan ümumiyyətlə xəbərləri belə yoxdur ki, proyekt ideyasını bu qadın veribdi. Ki bunu biz növbəti suallarda müəyyən eləyəcəyik. D-yə baxırıq ki, John öz işini bitirə bilər, bu düzgündür. Çünki ilk cümlədən də Will deyir ki, sən bilirdin ki, John qayıtmır və ola bilsin ki, hətta işdən çıxarılsın. Y-yə də baxırıq. Kiera düşünür ki, John həmişə öz komandasını belə deyək də ədalətlə idarə edib, ədalətli yanaşıb olaraq. Halbuki belə bir şey yoxdur, tam əksi olubdu. 2-yə baxırıq. Kiera fikirləşirdi ki, John nəyə görə yoxdur? Bayaq gördük bunu ikinci cümlədə. John'un müəyyən şəxsi güya məsələlərinə görə gəlmirmiş. Şəxsi məsələlər var imiş ortada. Halbuki belə bir şey yoxdur. 3-ə baxırıq. Deyir ki, hansı sualın cavabı var? A-da deyir ki, Susan nəyə görə işdən çıxıb? Məsələn, ondadır ki, biz heç bilmirik ki, Susan işdən çıxdı mı, çıxmadı mı? Susan, belə deyək, John'un pis davrandığı işçilərindən biridir. Amma biz bilmirik ki, bu qadın işdən çıxıb ya yox. B-də deyir ki, John müəlliflik hüququnu necə ələ keçiribdi ideya ilə bağlı? Bunun cavabı var və izah olunub hardasa baxın burada. John ideya ilə bağlı Susan'la məsləhət eləyir, müəyyən notlar götürür, ondan sonra da heç nə. Gəlir iş yerində elə təqdim edir ki, o notları, ki bu ideya bunundur, heç qadının adı belə çəkilmir. Buna görə biz B variantını götürürük. Hər ehtimal digər variantlara da baxaq. Workshop nə vaxt olacaq, biz bunu bilmirik. Komanda neçə dənə mükafat qazanıb, əldə edib, biz bunu bilmirik. Y-də də biz John işdən çıxarsa belə kim əvəzinə gələcək, bunu da bilmirik. 4-cü suala baxırıq, bu sualın cavabını axtarmalıyıq. Susan nəyə görə öz işinə, yəni tanınmayıb? Səbəb ondan ibarət idi ki, John elə bir problem yaratmışdı, elə göstərmişdi ki, bu ideya güya ki John'un idi. Heç qızın çünki adı belə çəkilməmişdi. Ona görə D variantı götürürük. 5-ə də baxırıq, dialoqdan bizə nə məlumdur? Biz dialoqdan başa düşdük ki, bu hissəyə əgər diqqət eləsəz, bunun haqqında elə bir sözlər gəzirmiş. Bundan da başa düşülür ki, John öz işçilərinin üzərinə qışqırırmış, onları təhdid eləyirmiş. Biz buna görə də burada A variantını götürürük. Digər variantlarda məsələn Susan güya ki maşın proyektində işləməyi ümumiyyətlə istəməyib deyəndə ki, bu ideya özü veribdi. C-də deyir ki, Will inanır ki, John yaxşı bir menecer idi, xeyr, inanmır, ümumiyyətlə biraz belə deyək də şayə yaymaya əksinə çalışır. D-yə baxırıq, Kiera bir dəfə John'u güya ki şikayət eləyibdi. Halbuki belə bir şey olmayıbdı. Kiera da sadəcə maraqlanan tərəflərdən biridir tema ilə bağlı. Y-də də deyir ki, proyekt bir belə deyək də mükafat qazanıbdı John'un liderliyinə görə. Belə bir şey ümumiyyətlə listeningdə yoxdur. Olubsa belə o yoxdur. Bu belə listening suallarından keçirik mətn suallarına. Mətn sualları 2 dənə bilirik ki, mətndə birinci mətnimiz dünyanın 7 möcüzəsi ilə bağlıdır. Elə hissəli suallardan başlayırıq. 6.1-də belə bir şey deyir ki, dünyanın 7 möcüzəsi Yunan tarixçiləri tərəfindən eramızın 2-ci əsrində yaradılıb. Halbuki biz diqqət eləsək bu cümləyə, görərik ki, burada BC verir. Yəni eramızdan əvvəl before Christ. Buna görə də 6.1-i biz səhv götürürük. 6.2-də deyir ki, araşdırmaçılar əmindirlər ki,
Guya ki, Babilin asma bağlarının indiki, yəni İraq ərazisində yerləşir və bu barədə heç bir şübhələri yox imiş. Halbuki burada debat var. Hələ də fərqli mülahizələr var. Hətta belə deyilir, mülahizə var ki, bu ümumiyyətlə əsl olubmu, yoxsa yox? Yəni, yoxsa legendary olub, yəni bir əfsanə olub. Bu bilinmir. Bunu yadda saxlayırıq, çünki bu bizə növbəti suallarda lazım olacaq. 6.3-ə baxırıq. Modern alimlər bəzən bu dünyanın möcüzəsi ilə indiki texnoloji, belə deyək, achievement deyək, uğurlarını müqayisə edirlər ki, insan necə inkişaf edib, bunu başa düşsünlər, bunu göstərsinlər, açığa çıxarsınlar. Bu düzgündür və 3-cü abzasda biz bunu görə bilərik. Compare sözü ilə əslində tapmaq olar həmən cümləni. Bu hissədə var. 6.4-də də deyir ki, dünyanın bu 7 möcüzələri içərisində Böyük piramida indiyə qədər gəlib çatan sağ qalan, survive deyəlim də, yeganə belə deyək, möcüzədir. Bu da düzgündür əslində. Baxın, burada verilir. And remains the only one that still standing. Yəni, hələ də duran, yəni hələ də yaşayan, salamat qalan möcüzədir. 7-ci suala keçirik. 7-ci sualda deyir ki, mətnə əsasən elm adamları nəyə öyrənməyə çalışırdılar, başa düşməyə çalışırdılar? Dünyanın möcüzələrini daha yaxşı öyrənməyə çalışırdılar. Nə edərək? Baxın, bu hissəyə baxırıq. Onlar köhnə dokumentlərdir, nə bilim, şəkillərdir və s. Bunlara araşdıraraq, öyrənərək çalışırdılar ki, başa düşsünlər. Bunun necə tikilib qorunduğunu və s. B variantı götürülür 7-də. Digərləri ümumiyyətlə uyğun gəlmir. Çünki o biri variantlar ümumiyyətlə mətndə yoxdur. Məsələn, A-da deyir ki, dünyanın 7 möcüzəsi gələcəkdə necə görünəcək, bunu proqnoz eləmək üçün eləyirlərmiş. Və yaxud da ki, proqnoz eləyərəkmi eləyirlərmiş. Və yaxud da C-də deyir ki, ekspert rəylərini ignor eləyərək, ümumiyyətlə başdan eləyərək eləyirlərmiş və yaxud da dünyanın 7 möcüzəsini tikərək başa düşməyə çalışırlarmış. Yəni, ümumiyyətlə, çox absurd variantlardır digər variantlar. 8-ci suala baxırıq. Nəyə görə deyir ki, bax, bayaq dediyim söhbət, dünyanın 7 möcüzəsi içərisində olan Babilin asma bağları haqqında debat var. Hələ də mülahizə, fikir ayrılığı var. Ona görə ki, hələ də dəqiq bilmirlər ki, bu olubmu, həqiqətənmi mövcud olub, yoxsa sadəcə bir əfsanəmi olub? 9-cu suala baxırıq. Deyir ki, 3-cü paraqraf hansı cümlə ilə başlamalıdır? Əgər 3-cü paraqrafı xatırlayırıqsa, biz orada görərik ki, elm adamları hal-hazırda bu mövzunu necə tədqiq eləyirlər, niyə eləyirlər və nəyə öyrənməyə çalışırlar? Bu haqdadır. Yəni, biz elə bir cümlə seçməliyik ki, birinci cümləni. O birinci cümlə digər cümlələr üçün ümumi bir məzmun olsun. Bu da bizdə D variantıdır. Dünyanın 7 möcüzəsinin araşdırılmağı xüsusilə də maraqlıdır, çünki hər birinin özünün hekayəsi və ya sirri var. Məsələn, digər variantları götürəndə tam da həmən abzası açıqlamır. Məsələn, Y variantı. Çox insanlar hələ yəni artıq bilirlər dünyanın 7 möcüzəsi haqqında, ona görə də məsələn onun araşdırılmağına ehtiyac yoxdur. Yoxdursa niyə görə bütünlüklə o abzası veririk biz? Məntiqsiz gəlir. Sonra gələn cümlələri onu əsaslandırmır. Və yaxud da A variantına baxaq. Baxmayaraq ki, dünya möcüzələri dağıdılıbdır, onlar artıq yəni elm adamlarını cəzb etmir. Cəzb etmirsə nəyə görə biz bundan ümumiyyətlə danışırıq 3-cü abzasda? Və ya B variantına baxaq. Dünyanın 7 möcüzəsi random şəkildə seçilibdir. Random şəkildə necə seçilə bilər? Biz bayaqları məsələn burada iddia elədik ki, bunu indikilərlə müqayisə edirlər ki, insanların necə təkamül elədiyini, insan elminin necə təkamül elədiyini öyrənsinlər. Necə random seçilə bilər bu mövzu? Və yaxud da ki, C variantına baxaq. Dünyanın 7 möcüzəsi ölçüsünə görə məşhurdur əsasən. Amma hal-hazırda belə deyək, elm adamları daha çox onun əsl, yəni exact, dəqiq ünvanlarına
kökləniblər, onunla maraqlanırlar. Maraqlanırlarsa yenə də bayaq dediyim kimi burada bunların əsas maraq dairələri insan elmi və yaxud da ki, belə deyək də, bu tikinti şeyləri, onların insanların əldə elədiyi uğurlar necə təkamül eləyibdi, bunu tapsınlar. Və yaxud da ki, öyrənsinlər ki, bunlar necə tikilib qorunubdu, bunu axtarsınlar. Daha burada onun dəqiq ünvanı haqqında araşdırmağa çalışmayıblar. 10-cu sualda bizdən düzgünləri istəyir və unutmayaq ki, bu açıq sualdır. O deməkdir ki, bir neçə fikir düz ola bilər. Birinciyə baxırıq. Deyir, Artemisin bu məbədi Herostratus oranı yandırandan sonra təzədən tikilibdir. Bu düzgün variantdır. Biz bunu əslində ikinci abzasdan görə bilərik. Baxın. Set it on fire elə nəysə yandırmaq deməkdir. Sonra 2-yə baxırıq. Bu Colossus of Rhodes was created to honor the moon god Helios. Burada bir şeyə diqqət eləməliydik ki, bu moon god deyil idi, bu sun god idi. Ona görə də ikincini biz səhv hesab eləyirik. Bunu biz götürə bilmirik. 3-ə baxırıq. Research of seven wonders is irrelevant. Irrelevant o deməkdir ki, yəni uyğun deyil, dəxilisi yoxdur. Tarixçilərə belə deyə bilmərik, düzgün deyil. 4-ə baxırıq. Gizanın böyük piramidası 4500 il əvvəldən də çox, yəni tikilibdir. Bu düzgün variantdır. Hətta burada More'un bir sinonimi də var, over. Yəni 4500-ün üzəri. Yəni 4500-dən çox avtomatik. Deməli 4 də düzgündür. 5-ə də baxırıq. Yenə də Babilin asma bağları ilə bağlıdır. Güya ki, bunu kral öz xanımına, belə deyək də, xanımı üçün yaratdırır. Yəni əsasını qoydurubdur. 5 bu da düzdür. Bu hissədə var birinci abzasda. Yəni belə deyilir ki, güya bu kral öz xanımı üçün bunu yaradıb. Deməli onda cavab olur 1, 4 və 5. Keçirik növbəti mətnə. Növbəti mətn daha sadə idi, daha qısa idi. Demək, hissəli suallardan baxırıq. Wonder Woman appeared before Batman, becoming one of the earliest superheroes in the 1930s. Güya ki, Wonder Woman Batman'dən daha əvvəl yaranıbdı. Halbuki siz bu xronologiyaya baxsız görərsiniz ki, Batman Wonder Woman'dan daha öncə olubdu. Wonder Woman Batman'dən öncə olmayıb. İllərlə də bunu tapmaq olar. Batman 1939-dur, Wonder Woman 1941 yazılıb. 11.2-yə baxırıq. Nowadays comics are no longer limited to printed pages as many readers access them digitally. Deyir, hal-hazırda, yəni təkcə belə deyək də, çap versiyasında da yox. Oxucular onu belə deyək də, elektron şəkildə də əldə edə bilərlər. Bu düzgün cavabdır. Yəni limited, no longer limited deyəndə, yəni artıq limitlənmir bununla demək istəyir. Buradan götürülübdür. Yəni deyir ki, həm onlayn oxuyurlar, həm də vərəq üzərində oxuyurlar. 11.3-də deyir ki, Yellow Kid, belə deyək də, daha çox detallı artwork-ına görə, yəni şəkil üslubuna görə məşhurlaşıbdır. Amma təzə komiks texnikasına görə tanınmayıb. Çünki burada yazılıb ki, rather than for introducing any new comic technique. Yəni bunun əsas belə deyək, tanınma səbəbi texnika gətirməyi yox, məhz işin özünün stili olubdur. Artwork deyəndə orada şəklin çəkilməsi ilə bağlı bir şeydir. Halbuki bu variant səhvdir. Çünki onlar yeni texnika gətirmişdilər. Bu yeni texnika da bu idi. Baxın, burada yazılıbdır. Bu komiks çox önəmli idi. Çünki because it started the tradition of using speech bubbles. Speech bubbles da belə bir şeydir də, çəkib təxmini göstərirəm. Karakterlərin yanında, obrazların yanında belə bir şey verir. Məsələn, bir nəfər danışır,
Bu speech bubble sayılır. Burada da yazılar yazılır ki, bu adamın ağzından, dilindən nə deyilir. Bu da texnikadır. Rəsmlə bağlı bir şey deyil. 11.4-də də baxırıq. İlk komikslərin belə deyək də nümunəsi 1800-lərin sonunda yaranıbdır. 1800-lərin sonunda deyəndə də baxırıq biz tarixə. 1895-dən söhbət gedir. 1895 də 1800-ün sonlarına aiddir. 11.4-də buna görə düzdür A variantı kimi götürürük. 12-ci suala baxırıq. Bu mətndə olan introduce sözü hansı sözlə daha çox yaxınlıq təşkil eləyir? Ən asan sözlərdən biridir. Introduce təqdim etməkdir. Present sözü ilə sinonim ola bilər. Bu da elə təqdim eləmək deməkdir. Remove bilirik ki, silməkdir. Abolish ləğv etməkdir. Ignore başından eləmək. Hətta bu sözü hal-hazırda özünüz də istifadə edirsiniz. Yəni gündəlik nitqinizdə. Yayınmaq nədənsə. Protect də bilirik ki, qorumaqdır. Deməli, heç bir uyğun gəlmir. 13-cü suala baxırıq. Cümləni mətnə əsasən tamamlamalıyıq. As the growth of comics persists, deyir ki, komiksin böyüməyə davam eləməyi nəyə səbəb olur? Burada as çünki mənasında gedir. Burada B variantı olur. Bir çox insanlar onu nəinki online, hətta vərəq üzərində oxuyurlar. Elə bu cümlə bu cümlədir. Sanki continue sözünü persist-lə əvəz ediblər. Bu bizim feillərimizin içərisində var idi. Keçdik 14-cü suala. Altından xətt çəkilən D nəyə aiddir? Diqqətlə baxırıq bura. Deməli, biz demişik ki, xüsusən də cümlə əgər D ilə başlayıbsa, mütləq şəkildə əvvəlki cümlədə D nə idi, o göstərilibdir. Deyir ki, Superman müvəffəqiyyətli olandan sonra digər qəhrəmanlar təqdim edildi. Batman və Wonder Woman kimi. Onlar hələ də populyardılar. Söhbət indi nədən getdi? Həmən qəhrəmanlardan getdi də. Deməli, biz orada cavabı heroes kimi götürürük. 15-ci suala baxırıq. 15-ci sualda da bizə deyir ki, hansı sualların cavabı var. Deyir ki, nəyə görə bəzi insanlar, məsələn, elektron komiksləri, belə deyək, çap olunan kitablardan daha çox üstün tuturlar. Biz bunu bilmirik. Sadəcə bilirik ki, belə oxuyanlar da var, belə oxuyanlar da var. 2-də deyir ki, ilk, belə deyək də, speech bubble istifadə edilən komiks hansıdır? Biz bilirik ki, bu Yellow Kid'dir. Bayaqları hətta biz bunu birinci abzasda gördük. Lap qalxaq yuxarı. Mən bunu sizə bir də göstərim. Baxın, bu cümlə idi. Sonra keçirik 16-ya. 16 deyirəm, sorry. 3-ə baxmalıyıq. How much money do comic artists earn today? Deyir, bugün komiks yaradıcıları, sənətçiləri nə qədər pul qazanırlar? Bu barədə məlumat yoxdur. When did comics become an essential part of Japanese culture? Deyir ki, nə vaxt Yapon kültürünün, Yapon mədəniyyətinin mühüm hissəsinə çevrildi komiks. Bu 2-ci Dünya müharibəsindən sonraya təsadüf eləyir. Hətta burada var. In Japan, manga became a huge part of culture after World War II. Manganı da nəyə görə bilirik? Komiksin elə özüdür. Çünki komiksdən danışır son abzasda da. Yapon komiksləri də manga əslində adlandırılır. Yəni bir növ hər halda manga deyəndə başqa bir söz nəzərdə tutulmayacaqdır. Çünki əvvəlki cümləyə istinadən deyə bilərik ki, elə komiks manga kimi gedir. 5-ə də baxırıq. Hansı ölkə ən yuxarı, belə deyək də, səviyyədə, ən yuxarı nömrədə komiks ilbəil buraxır? Bu səhvdir. Yəni, səhv deyirəm, bu sualın cavabı yoxdur. Əgər diqqətlə də mətnin içərisinə baxsaz, bu sualın cavabını görməyəcəksiniz. Çünki bu cümlə bəzən tələbələri çaşdıra bilər ki, məsələn, komiks təkcə Amerikada istehsal edilmir də, yəni təkcə orada hazırlanmır. Amma təkcə imiş kimi çıxa bilər və o sualın cavabı varmış kimi götürə bilərik. Halbuki belə bir şey yoxdur. Çünki tipik sizdən ölkənin adını istəyir ki, zaten yuxarı nömrədə deyəndə o nəzərdə tutulur ki, çoxlu buraxılışı olsun bunun. Yəni rəqəm lazım, statistik rəqəmlə
ən çox komiks buraxan ölkə adı istəyir. Onun da cavabını biz görmürük. Belə. Reading ilə bağlı suallarımız da bitdi. Keçdik biz artıq qrammatika və leksika suallarımıza. 16-cı sual sırf complete sentence-lə bağlıdır. Biz bilirik ki, complete sentence cümlələrini işləyərkən mütləq şəkildə birinci sual sıralarını çıxmalıyıq. Belə eləyək ki, bütün variantları görə bilmiş olaq. Baxırıq, məsələn, A variantı sual sırasıdır. B variantını yaza bilmərik, çünki when olan tərəfdə biz bilirik ki, indiki bitmiş zaman yaza bilmərik. Daha sonra D variantına da həmçinin baxırıq. What time-la biz bilirik ki, indiki bitmiş zaman yaza bilmərik. Ümumiyyətlə, at what o'clock-dur, what time-dır, when-dir. Bunlar olan tərəfdə indiki bitmiş zaman olmazdı. Y-də də yenə də sual sırası var. Amma C-də sual sözündən sonra mübtəda və s. gəlibdir, sonra da xəbər qoyulubdur, mübtəda xəbər. Yəni, nəqli ardıcıllıq davam edibdir. C variantı olur. 17-yə baxırıq. 17-də də biz əslində kompleks obyekti yaxşı bilməliyik. Make hansı hallarda birinci qrup feil olmaz, bunları bilməliyik. Biz bilirik ki, bu hallar bir neçə cür olurdu. Bir, make hazırlamaq mənasına gəlməliydi, vadar etmək mənasında olmamalıydı. İkincisi, məchul növdə olmalıydı özü. Üçüncüsü isə hər hansı bir birləşmə daxilində olardısa, bu zaman birinci qrup feil sayılmırdı. Məsələn, elə birinci tərəfdən baxanda was made məchul növdədir. Deməli, özündən sonra to-lu feil istəyir, qaydaya zidd olaraq. Birinci tərəfə to ilə olanda iki variant görürük. Ya A-dır, ya C-dir. İndi ikinci tərəfə də baxaq. Görək, ikinci tərəfdə, yəni bizim qoyduğumuz make hansı formada make-dir? Deyir ki, to make a harsh decision. Make a decision qərar vermək deməkdir. Bunun vadar eləməklə bağlı heç bir əlaqəsi yoxdur. Birləşmə, frazoloji birləşmə daxilindədir. Deməli, bundan sonra da nə gəlməlidir? Yenə də to-lu feil gəlməlidir. Yəni, bu sualı yaza bilməyiniz üçün sırf və sırf sizin istisnaları bilməyinizə ehtiyacınız var. 18-ci suala baxırıq. Deyir ki, çoxlu müəllimlər inanırlar ki, belə deyək, nizamlı feedback deyəndə yeni geri dönüş tələbələrə necə kömək eləyə bilər? Akademik performanslarının olması üçün kömək eləyə bilər. Yaxşı bir şey olmalıdır. Baxın, rescue xilas eləməkdir. Hər halda akademik performansı xilas eləməliyik. Düzdür, bəzilərini xilas eləyə bilər. Amma nəysə, interrupt mane olmaqdır. Sözün kəsməkdir, məsələn. Eliminate sıradan çıxarmaq, yox eləmək mənasında da ola bilər bu arada. Replace yerini dəyişmək, əvəzləmək olur. Bu da olmaz. Improve. Improve, inkişaf elətdirmək, güncəlləmək və s. Bu mənalarda gələ bilər. Yəni, biz akademik performansımızı qaldırmağa çalışarıq, inkişaf elətdirməyə çalışarıq. 18-ə buna görə də ən düzgün cavab Y variantı gedir. 19-a baxırıq. Bu da maraqlı bir sualdır. Zamanla bağlıdır. Deyir ki, o gələnə kimi yemək servis edir, yox, hər halda servis edilir. Bəzən bizə cümləni tərcümə eləmək də xilas eləyir. Çünki biz bilirik ki, yemək servis etməz, yemək servis edilər. Bu deməkdir ki, mənə burada məchul növ lazımdır. Deməli, məlum növlərə mən avtomatik olaraq çıxıram. Deməli, məlum növlərə avtomatik olaraq çıxdım. Ya C-dir, ya da D-dir. Deyir ki, o gələnə kimi yemək servis edildi, yox, servis edilmişdi. Burada xronologiya gözlənməlidir. Xronologiya gözlənməli olan cümlələrdə biz demişdik ki, hansı hərəkət birinci icra olunubsa, həmən hərəkət keçmiş bitmiş zamanda, daha sonra icra olunan hərəkət isə keçmiş sadə zamanda olurdu. Yəni, o gələnə kimi yemək servis edilmişdi. Yeməyin servis edilməyi daha əvvəl olubdu. Çünki bu adam gələndə artıq görüb ki, servis olunubdu. Hər iki tərəfin eyni zamanda olmağı bu halda mümkün deyil. Biz ona görə də C variantını götürürük. 20-yə də baxırıq. Deməli, match the words to their definitions ən asan suallardan biridir.
Astonish bilirik ki, təəccübləndirməkdir. Abolish ləğv etməkdir. Perish isə məhv olmaq, ölmək deməkdir. Deməli, 1-ə B gedir, 2-yə C gedir, nə isə dayandırmaq. Perishdəki heç nə, elə day görən kimi götürə bilərik. Deməli, 1B, 2C, 3A Y variantı olur. Belə. İzahdan bu qədər. Ümid edirəm ki, faydalı oldu. Sağ olun, salamat qalın.